Bu dəfəki bu yalan buna inan rubrikamızı uzaq şərqin möcüzələr diyarı Taylandda əsr edirik. Gəlin görək tarixin mirası, bənzərsiz mədəniyyəti və göz oxşayan təbiəti ilə turistlərin ən çox seçdiyi istiqamətlərdən olan Tayland haqqında nələr doğrudur, nələr isə mifdir. Elə isə getdik. Taylanda tranzit uçuş olmadan getmək mümkün deyil. Bu fakt artıq tarixə qovuşub. Niyə? Çünki cəmi 7 saat uçmaqla 2026-cı ildə Bakıdan birbaşa Taylanda gedərək həm vaxtınıza, həm də pulunuza qənaət edirsiniz. İstəkləri nəzərə alaraq qrup tur təşkil etmişik. Yerlər isə məhduddur. Daha ətraflı Instagram hesabımızda tanış ola bilərsiniz. Tayland yalnız bəylər üçün populyardır. Bu yanlış stereotip haqqında deyiləcək çox da bir şey yoxdur. Düzdür, statistikaya baxsaq, Taylanda üz tutanların 75%-ni bəylər təşkil edir. Amma bura ailələr, qadın turistlər, mədəniyyət və təbiətsevərlər üçün unikal imkanlarla zəngindir. Taylandda oğurluqlar çox olur. Əksinə, turizm zonalarında polis nəzarəti olduqca güclüdür. Amma cibgirlər və qiymətlərdə aldadılma hallarını gözdən qaçırmayaq. Siz hər ehtimala ehtiyatı əldən verməyin. Tay yeməkləri acı və ucuzdur. Asiya ölkələrində ədviyyatın necə sevildiyini yəqin ki bilirsiniz. Tayland da bunların arasında istisna deyil. Amma paytaxt Bangkok və Phuket kimi şəhərlərdə fərqli mətbəxlərə, şirin yeməklərə rast gələ bilərsiniz. Necə deyərlər? Gəzin, yeyin, keyf edin. Və son olaraq, Taylandda il boyu yağışdan çıxıb yağmur düşürsən. Bu məlumat səhvdir. Çünki ölkə ərazisində noyabrdan fevrala qədər sərin, mart ilə aprel arasında isə isti olur. Maydan oktyabr ayına qədər isə leysan yağışlar hökm sürür. Bu dəfəki rubrikamız Taylandda idi. Gələn dəfə hansı ölkədən danışaq? Şərh bölməsində qeyd edin. Gələn rubrikalarda görüşərik.